sahəsindən asılı olmayaraq mənlə hər bir usta razı olacaq ki, yəqin ki, indi kimisə bəlkə öz fikir olar, amma adamı yoran ən çox özü də nə istədiyini bilməyən müştəridir. Adam var, bax məsələn mən indi qapı işləyirəm. Adam səlyandan gəldi yanıma, konkret qapı göstərdi, dedi bunu istəyirəm. Amma bəzəni nə göstərə bilərsən? Nəsə bəzəni seçdiyi elədi. Dedi hə bax bunu yığ. Adamla yarımca saat danışmışam ha, yarım saat. Bəlkə də yarım saat olmaz. Yəni yarım saatdan sonra adam mənə zakaz verdi, dedi behi də atacağam sənə. Vəsə, hələ onunla söhbət qutarır, bu qapı qutarır. Bir dənə şüşə rəngini soruşdum yenidən, dedi sabah sənə rəngini deyəcəm. Yəni adam yormur. Adam var, mən 3 gündür bir dənə qapı yığdıracaq məsələn, bir qapı yığdırır. Biz 3 gündür bir ortaya gəlib çıxa bilmirik ki, biz nə yığacağıq hələ. Gah şüşəli olacaq, gah şüşəsiz olacaq, gah nə bilim xonça olacaq. Yəni elə bilir ki, mən bütün gün bekar oturub bunun bir dənə, yəni evi elə bir bərabər tikirik də. Mən bu ev tikir, mən də bununla bərabər o evin marağındayım. Mən qapımın marağındayım. Sən qapını denə, mən sənə bir neçədən şəkil atıb bu şəklin arasından seç. Yox, bu qeyri-adi bir şey istəyir. Qeyri-adi qiymətlə əlbəttə ki, qeyri-adi olur. O da onlara sonra toxunur. Deyir, niyə bu qapının qiyməti bu qədərdir? Deyəndə ki, sənin qapından başqa yerdə, heç yerdə yoxdur. Çünki onu sən özün dizayn vermirsən. Mən ilk dəfə onu yığacam. Bu şablon iş deyil. Belə